Bu günləri Arazın karyerinə gəlmişik, balıq ovuna. Zahir qardaşla gəlmişəm. Spinniklər səpib oturmuşuq. Zaharın pişirdiyi yemlə gəlmişik, yəni çiyələkli yemlə. Spinnikin üstündə 4 dənə spinnik atmışam, hamısı çiyələklidir. Görək o çiyələkli yem bu gün özün necə göstərəcək. Bax, göstəreyim. Bax, çiyələkli yemdir, zahir pişirdiyi yemdir. Yəni spinniklərin hamısında bundan istifadə edirəm. Bu günləri nə tutacamsa bununla hamısının videolarında sizlər üçün təqdim edəcəm inşallah. Uğurlu ov olar, biz də sizlər üçün çəkib göstəririk inşallah. Sizə nə düşər? Kanala abunə olmaq, bəyənib paylaşmaq. Oh, ləkə. Oh. Super, super. Qəşəy, karas. Bax. Zahir İsmailovun yemi ilə tuturuq. Qəşəy, bax beləncik 600-700 qramlıq karaslardır. Super karaslar gəlir. Dostumuz da yanında, həmişə yanında olur. Çok çiyələkli yemlə tuttum. Zahir İsmailovun hazırladığı, özümüzün hazırladığımız yemlə. Göstərəcəm həmin yemi. Mən təzədən qoşacam ondan biri. Bax. Bax. Zahir İsmailovun hazırladığı yem. Çiyələklidir. Bunun kruzlusu da var. Bəs çesnoklu, sarımsaqlısı da var. Əla effekti var, qəşəng. Tuturuq da yəni bir dənəsi ilə 2 dənə, 3 dənə tutmaq olur. Gecəliyir, normaldır, qəşəngdir, yəni ki gəlir.
Ot Timoya Daragaya. Bir hakkı değil abi. Hakkıdır. Ha gözü yerim sen. Ah. Çok güzel, çok güzel. Geçenk, geçenk. Sapak, süper sapakdı. Ela. Ela. Bak hemen, bak. Bak, bak. Gösterdiğim kimi bak. Zarı yeminle, bak. Zar pişirdiği yemle tuturuq. Geçeyde kara, sapaq. Elə keyfindən keçən. Kara, sar, sapaqlar gəlir. Əla. Kiloa söhbət yoxdur. Allah adını yetirsin. Bərəkətli olsun. Süper. Ağzında var onsuz zəfər. Ona getdim burada qaçdı. Ne boyda sapaq idi zar. Qurana and ola. Dilə girməsəydi çıxardacaq idim. Toba kiloa söhbət yox idi. Evet değerli dostlar, Abeddən sonra gelmiştik. İndi gedirik. 5-6 duji saat, cəmi 2 saat qırmaq atdıq. Bir dənəsini çıxarda bilmədim, getdi. 2 dənəsini tuttum. Bir dənə karas tuttum. Bir dənə də çapaq tuttum. Bir dənə də beləsi böyük sapağım getdi. Silə girdi, getdi. Bir də qani eləyər. Allah bərəkət versin. Dəyərli izləyicilər. Bax, saat 2-dən 5-ə qırmaq atdım. 3 dənə balıq tuttum. Biri getdi. Çıxardamədim. Cilə vurdu, özün getdi. Bazar qardaşım pişirdiyi çiyələkli yemlə tutmuşam. Bunu da qaçanı da. Yani güzel, keyfiyyətli, effektli yemdir. Suya dayanıqlı, belə balığı cəlb eləyən yemdir. Salamat qalın. Yeni videolarda görüşənədək.